Daha baş ver dönərəm, mən 10 qəpik pul ver də çörək pul ver, nə olar? Nə olar, niyə yoxdur ki? Yoxdur da, çox. Var canım, 10 qəpik pul olmaz ki. Yoxdur. Sən can, nə olar? İşdə daha qaqa olar. Yox, yox, getmə də sən can, 10 qəpik pul verdin, nə olar? Yox da, qaqa, geç oğlansan, get işdə daha, hamı sənin kimi işləmir. Mən də oğlanam, sən də oğlansan, get hərəkət et. Yaxşı. Çox sağ ol, hörmətli görə. Salam qardaş, bir dəqiqə olar sizi. 20 qəpik verə bilərsiniz mənə. Pulum 100-lükdür, yoxdur da, bütöv. Nə olub, ha? Səndən 10 qəpiklik çörək pul istədim. Sən tutub qıza versin 30 qəpik. O xanımdır, sən oğlansan. Nə olsun, görmədin dilənçi vidindəyəm, görmüsən xəstəyəm, nə olar ki 10 qəpik verirsin? Vay qaqa, bu boyda oğlansan da o xanımdır. Sən get işdə daha, hamı sənin kimi işləmir, davay, sağ ol. Yaxşı, sağ ol. Qaqa, sənə qurban olaram, mən 10 qəpik pul ver də baş ver dönərəm, nə olar? Sənə qurban olaram, xahiş edirəm. Niyə qaqaş? Yoxdur da. 100% yoxdur. Cavan oğlansan, cibində 10 qəpiyin yoxdur sənin. Səndə niyə yox? Mən görmüşəm dilənçiyəm. Nə oldu, bala qızı görən kimi ərdin 30 qəpik pul verdin, Allah adı. Gözəl xanıma pul vermək olar. Bu nədir lan, neyini sağla? 30 qəpik ona versən, mən sənə çörək istəyəm, o xanıma su alması pul versən. Niyə ki? Mən dilənçiyəm, amma heç olmasa bunun videona baxsan, heç olmasa adam kimi geyinib paltar. Adam kimi geyinib yoxdur da, dərman atmaq üçün, narahat adam. Qaqa, nə olar, başıma dönərəm, 10 qəpik pul ver, başıma dönərəm. Bətər yoxdur. Gözdə də bir də qara geysən. Salam qardaş, bir dəqiqə olar sizi. 20 qəpik verə bilərsiniz mənə. Pulum 100-lükdür, yoxdur da, bütöv. Nə olub, qızı görən kimi pulu verdin? Mən səndən 10 qəpik istəyirəm ki, çörək pul ala. Bu qadındır da, bu nə olar? Sən yekə oğlansan, ged işdə də. Qadınla kimlə fərqi var? Ged işdə yaxşı olar. Qızı görən kimi ərimə yaxşı. Cavan oğlansan, oğlan daha yaxşı başa düşər. Görmürsən, dilənçiyəm. Sənin xutqalaba görə nə qəşən xutqam var? Niyə dilənirsən ki? Dilənirəm də qaqaş, sənətim yoxdur, dilənirəm də. İşdə qazan gəldi. Sən indi məndən ağıllısın, mən işləyib, iş olsa gəlib işləyərdim də. Nə məsələdir, sən mənə pul versən, mən sənə çörək pul istəyirəm, sən mənə vermirsən, mənə versən. Görmürsən bunun videodan, heç olmasın. Və mən də dilənçiyəm də, çörək istəyirəm. Get işdə qazan. Xanım istəyən kimi çıxarıb 20 qəpik versən. Xanım sakit durun, mən bununla danışam, çörək pul axtarım özüm üçün. Yoxdur ki, istəyir də məndə. Yox, nətər, niyə xutqanımcır sizə xanım?